Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 8-ci sinif coğrafya kitabından bölmə 1 coğrafi kəşflərdən tədqiqatlara doğru mövzu 1.1 coğrafi kəşflərin yeni mərhələsi mövzusunun izahına baxacağıq. Dərsə keçmədən öncə bizə belə bir kiçik mətn verib və mətni oxuyaq və təhlil edək. Böyük coğrafi kəşflər dövründə yeni ərazilərin kəşfində iştirak edənlər, səyyahlar, tədqiqatçılar və mahir dənizçilər olmuşdu. Dedik ki, coğrafi kəşflər dövründə kimlər iştirak etmişdi? Səyyahlar, tədqiqatçılar və mahir dənizçilər iştirak etmişdi. Sonrakı dövrlərdə materiklərin və okeanların öyrənilməsində alimlərin iştirakı genişləndi. Bu alimlərin gördüyü işlər coğrafiya elminin inkişafına həm də kömək etdi, həm də bu elmin yeni sahələrin yaranmasına təsir göstərdi. Gəlin mətni oxuduq, indi gəlin yaxından təhlil edək. Dedik, əvvəllər coğrafi kəşflər dövründə kimlər iştirak edirdi? Dənizçilər, sonra tədqiqatçılar, bir də mahir dənizçilər iştirak edirdi. Daha sonra materiklərin daxili isə öyrənilməsi üçün artıq alimlər də bu işə səfərbər olmağa başladı. Bu nəticəsində də coğrafiya yeni sahələr yaranmağa başladı. İndi isə gəlin bizə belə bir 2 dənə sual verib. Biz sualları oxuyacağıq, lakin mövzunun sonunda sualların cavablarına baxacağıq. Gəlin suallara baxaq. Materik və okeanların daxili sahələr öyrənməsində hansı ölkələrin alimləri iştirak etmişdir? Bu birinci sualımız. İkinci sualımız isə bu sahədə aparılan tədqiqatlar coğrafiya elmi inkişafında hansı rolu olmuşdur? Bu da oldu bizim ikinci sualımız. Biz bu sualları mövzunu oxuduqdan sonra cavablandıracağıq. Bizə dərsə başlamadan öncə bizə 2 dənə açar sözü, tədqiqat və fəth. Biz bu mətnin içindən tədqiqat və fəth sözlərini görəcəyik. İndi isə gəlin dərsimizə keçək. 17-ci əsrin ortalarından böyük coğrafi kəşflər başa çatdı. Sonrakı dövrlərdə materiklərin daxili rayonları ilə yanaşı okeanların suyun temperaturu, duzluluğu, axını, dib relyefi və qütb ətrafı ərazilər öyrənməyə başlandı. Avropalı artıq köhnə dünya ilə yanaşı Amerika və Avstraliyada məlum olmuş materiklərin daxili hissələrində öyrənilməsinə başlanmışdı. Səyahətlər sakit, Atlantik və Hind okeanlarının mərkəzlərindən üzüb keçməyə, onların ölçülərini müəyyən etməyə imkan vermişdi. Bununla da yanaşı dünyada kəşf olunmayan, insan ayağı dəyməmiş ərazilər, ağ ləkələr qalırdı. Mətni bura qədər oxuduq, mətni daha da yaxın təhlil edək. Deyir, coğrafi kəşflər nə vaxt başa çatdı? Baxın, deyir burada 17-ci əsrdə başa çatdı. Daha sonra bu dövrdən sonra yəni coğrafiyada hansı mərhələ başladı? Yəni materiklərin daxili rayonları öyrənildi. Daha sonra materiklərlə yanaşı okeanlarda suyun temperaturu, duzluluğu, axını, sonra dib relyefi və qütb ətrafı ərazi öyrənməyə başlanıldı. Avropalı artıq köhnə dünya ilə yanaşı Amerika və Avstraliyada məlum olmuş materiklərin daxili hissələri öyrənməsi də başlanılmış. Səyahətlər sakit, baxın, sakit, Atlantik, Hind okeanlarının mərkəzlərini üzüb keçməyə, onların ölçülərini müəyyən etməyə imkan vermişdir. Bununla yanaşı dünyada kəşf olunmayan insan ayağı dəyməmiş ərazilər, ağ ləkələr qalırdı. Baxın, belə okeanlardan gördüyümüz sakit, Atlantik, Hind okeanları verilir. Hansı okean adı yoxdur burada? Şimal Buzlu okeanının. Artıq biz buradan öyrəndik ki, Şimal Buzlu okeanı biz bu dərsdə kəşfini öyrənəcəyik. Gəlin buraları təmizləyək və dərsimizə davam edək. Daha sonra baxın, burada qeyd edilir ki, 17-18-ci əsrlərin ən mühüm coğrafi kəşflərinin Avrasiyanın şərq hissəsini Amerikanın Sakit Okean sahələri öyrənilməsində fransızların Sakit Okeanda apardığı tədqiqatları aid etmiyorlar. Baxın, bizim açar sözümüzün biri burada tapdıq, tədqiqatlar. Dedik ki, 17-18-ci əsrdə ən mühüm kəşflərdən biri Avrasiyanın şərq hissəsi, sonra Amerikanın Sakit Okean sahələri öyrənilməsi, sonra fransızların Sakit Okeanın da apardığı tədqiqatları biz bura misal çəkə bilərik. Daha sonra Semyon Dejnev Avrasiyanın ucqar şərq nöqtəsini hələ 17-ci əsrin ortalarında çatmışdı və buranı fəth etmişdi. Bu da baxın, bizim oldu ikinci açar sözümüz. Dedi ki, Avrasiyanın ucqar şərq nöqtəsini kim kəşf eləmişdi? 17-ci əsrdə Semyon Dejnev tərəfindən kəşf olunmuşdur, yəni fəth olunmuşdur. Bəs dedik ki, burada mətndə qeyd olunur ki, bəs fransızlar nə edir? Fransızlar da baxın, burada yazılıb ki, Sakit Okeanda apardığı tədqiqatları aid etmək olar. Daha sonra burada bu dövr üçündə Avrasiyanın şərqini öyrəniblər. Daha sonra Amerika Sakit Okean sahələri öyrənilməsi, biz bura misal çəkə bilərik. Daha sonra mətnə davam edək. İki materik arasında olan boğazı
18-ci əsrin əvvəlində kəşf edilmişdi. Yəni az sonra Asiyadan Amerika sahillərinə Vitus Beringin başçılığı ilə çatmaq mümkün olmuşdu. Dedik ki, iki materik arasındakı boğaz, yəni Bering boğazı nə vaxt kəşf olunub? 18-ci əsrdə kəşf olunub. Yəni bunu kim kəşf edib? Vitus Bering tərəfindən kəşf olunub və daha sonra isə Asiyadan Amerika sahillərinə Vitus Beringin başçılığı altında keçmək mümkün olmuşdu. Yəni Beringin fəaliyyətləri nələr oldu bu dövrdə? Bering boğazını kəşf elədi. Həmçinin Asiyadan Amerika sahillərinə üzüb keçməyə müvəffəq olmuşdu. Sonra baxaq. Məşhur dəniz səyyahı James Cook məlum olan cənub torpaqları axtarmaq və xəritə keçirmək üçün 18-ci əsrin 60-70-ci illərində 3 dəfə dünya səyahəti etmişdi. O səyahət zamanı Sakit Okeanın mərkəzi və qərb hissələrində yerləşən adaları öyrənmiş, hava adalarını kəşf etmişdi. Yeni Zelandiyanın 2 müstəqil adadan ibarət olmasının onun səyahətinin əsas nəticələrinə aiddir. Baxın, görək James Cook nə edib? Gəl onu da təhlil edək. Baxın, James Cook cənub torpaqları axtarmaq məqsədi ilə və onları xəritə keçirmək üçün 3 dəfə dünya səyahət edib. Yəni neçənci ildə? 18-ci əsrin 60-70-ci illərində. Dedik ki, ilk dəfə dünya səyahətini hansı səyyah həyata keçirib? Təbii ki, bunu bilməli Fermi Magellan. İkinci dəfə dünya səyahətini isə Drake tərəfindən həyata keçirilmişdi. Daha sonralar isə bir çox səyahətçilər dünya səyahət etmişdi. Bunlardan biri də James Cook'dur. O 18-ci əsrin 60-70-ci illərində 3 dəfə dünya səyahət etmişdi. O səyahət zamanı Sakit Okeanın mərkəzi və qərb hissələrində yerləşən adaları öyrənmiş. Baxın, hansı hissələrini öyrənmiş? Sakit Okeanın mərkəzi və qərb hissələrində adaları öyrənmiş, Havay adasını kəşf etmiş. Yeni Zelandiyanın 2 müstəqil adadan ibarət olmasının səyahətin əsas nəticələrindir. Bu oldu James Cook'a aid məlumatlar. Gəlin bir də təkrarlayaq. James Cook nə etdi? 3 dəfə dünya səyahət elədi. Daha sonra Sakit Okeanın mərkəzi və qərb hissələrini də yerləşən adaları kəşf elədi. Hansı adalar idi? Bunlar Havay adalarını kəşf elədi və Yeni Zelandiyanın 2 müstəqil adadan ibarət olmasını da sübut elədi. Sonra bax, təbiətşünas Alexander Humboldt 1799-1804-cü illərdə Ant dağlarını, baxın, gəlin qeyd edək, Ant dağlarını, sonra Orinoco, Amazon çaylarını, Cotopaxi, Chimborazo və Meksikada olan vulkanları, həmçinin Mərkəzi Amerikanın adlarını da öyrənmişdi. Baxın, bu fəaliyyət tədqiq elədiyi coğrafi obyektlərdə hansı obyektlər tədqiq elədi? Baxaq, Alexander Humboldt Ant dağlarını, Orinoco, Amazon çaylarını, Cotopaxi, Chimborazo və Meksikada olan vulkanları və Mərkəzi Amerika adalarını öyrənmişdi. Daha sonra yəni Alexander Humboldt hansı fəaliyyətlər təkcə bu obyektləri tədqiq etməklə yanaşı digər fəaliyyətlər də olmuşdu. O materikin iqlim formalaşmasında və daxili sahil boyu ərazilərdə iqlim şəraiti olan fərqləri göstərmişdir. Yəni dedik ki, o həmçinin coğrafi obyektləri tədqiq etməklə yanaşı, həmçinin materikin iqlimin formalaşmasını da öyrənmişdir. Daha sonra baxaq, Alexander Humboldt həmçinin bitkilərin coğrafi enlik və şaqli zonalıq üzrə yayılmasını da öyrənmiş, materikin geoloji xəritəsini tərtib etmiş, okean cəryanları materikin təbiətinə təsirini müəyyən etmişdir. Baxaq, gəlin bir də yadımıza salaq görək, Alexander Humboldt nə etmişdi? Dedik, fəaliyyət dövrü 1799-1804-cü ildir. Hansı coğrafi obyektləri tədqiq edilmişdi? Ant dağları, daha sonra Orinoco, Amazon çayı, Cotopaxi, Chimborazo, Meksikada olan vulkanları, daha sonra Mərkəzi Amerikanın adları öyrənmişdi. Bu oldu onun tədqiq elədiyi coğrafi obyektlər. O materikin iqlim formalaşmasında və daxili sahil boyu ərazilərdə iqlim şəraitinin fərqli olmasını göstərmişdi. Yəni həmçinin iqlimi də öyrənmişdi. Alexander Humboldt daha sonra bitkilərin coğrafi enlik və şaqli zonalıq üzrə yayılmasını da öyrənmiş, materikin geoloji xəritəsini tərtib etmiş, okean cəryanları materikə təsirində müəyyən etmişdi. Bu oldu bizim Alexander Humboldt haqqında məlumatlarımız. Daha sonra 19-cu əsrin ikinci yarısında David Livingstone Afrikanın mərkəzi və şərq hissələri öyrənmişdi. Səyahətdə ilk dəfə onlar Afrikanın qərb sahillərindən şərq sahillərinə qədər keçmişdir. O, Kongo, Zambezi çaylarının yuxarı axanlarını, Nyasa və Tanganika göllərini, Viktoriya şəlaləsini kəşf etmişdi. Bu ərazilər 19-cu əsrin 70-ci illərində Henstein'in başçılığı öyrənilmişdi. Dediyi bu əraziləri kim kəşf elədi? Baxın, kitabda da qeyd olunur. David Livingstone. Bəs kim
kim kəşf etdi? David Livingstone. Bəs kim tədqiq elədi? Henry Sterling tərəfindən tədqiq olunmağa başlanıldı. Gəlin görək David Livingstone fəaliyyəti nə olmuşdur? Baxaq. Dedi ki, Afrikanın mərkəzi və şərq rayonlarını öyrənmişdi. İlk dəfə olaraq Afrikanın qərb sahillərindən şərq sahillərinə doğru keçmişdi. O, Kongo, Zambezi çaylarının yuxarı axanlarını, həmçinin Nyasa və Tanganika göllərini, Viktoriya şəlaləsini kəşf etmişdi. Bu ərazilər 19-cu əsrin 70-ci illərində Henry Sterling başçılığı altında öyrənilmişdi. Yəni dedi ki, David Livingstone kəşf elədi, Henry Sterling isə bu əraziləri öyrəndi. Bu oldu bizim David Livingstone və Henry Sterling haqqında məlumatımız. Daha sonra məlumata bax, ilk dəfə Şimal qütbünə 1909-cu ildə Amerikalı Robert Peary Cənub qütbünə çatdı, yəni 1909-cu ildə. Sonra Cənub qütbünə isə 1911-ci ildə Norveçli Roald Amundsen və 1912-ci ildə İngilis səyyahı Robert Stock da gəlmişdi. Birinci ildə iki Norveçli səyyah Roald Amundsen və 1912-ci ildə isə Robert Stock gəlmişdi. Daha sonra 20-ci əsrin ən mühüm coğrafi nailiyyətlərindən biri də Rusiyanın Drev stansiyasını istifadə edərək Şimal Buzlu Okeanı öyrənməsini aid etmək olar. İlk atom buz qıran gəmisi Şimal qütbünə 1977-ci ildə çatmışdır. Mətni oxuduq. Gəlin, biz demişdik ki, mətn başında tədqiqat sualı verdi. Dedik ki, mətni oxuyub bitirdikdən sonra bu suallar cavablandıracaqdır. Baxın, burada birinci sualda deyir ki, materikin və okeanların daxili sahələr öyrənməsində hansı ölkənin alimləri iştirak etmişdir? Baxın, biz burada hansı ölkə adlarını görürük? Bax, fransızlar nə etmişdir? Fransızlar Sakit okeanda apardığı tədqiqatları bura aid eləmək olar. Sonra Rus alimi Semyon Dejnyovun Avrasiyanın ucqar şərq nöqtəsinin kəşfini, daha sonra Rus alimi Vitus Beringin başçılığı ilə Bering boğazı kəşf olundu. Avrasiya materikindən Şimal Amerika materikinə üzv keçməyə və müvəffəq oldular. Daha sonra İngilis səyyah James Cook-u bura misal çəkə bilərik. Sonra Alman təbiətşünası Alexander Humboldt'u, sonra David Livingstone'u, sonra Amerikalı səyyah Robert Peary, sonra Norveçli səyyah Roald Amundsen və İngilis səyyahı Robert Stock və Rusiyanın fəaliyyətlərini biz bura misal çəkə bildik. Hansı ölkələr oldu? Baxın, oldu Rusiya, Fransa, Norveç, İngiltərə, daha sonra oldu bizdə Almaniya və digər ölkələr. İkinci suala baxaq. Bu sahələrdə aparılan tədqiqatlar coğrafiya elmi inkişafında hansı rol olmuşdur? Artıq bu sahə öyrənməsi nəticəsində coğrafiyada demişdik ki, yeni elm sahələri yaranmasına gətirildi çıxartdı. Baxın, bu mətndə qeyd olunur onun cavabı. Bu alimlər gördüyü işlər coğrafiya elmi inkişafına həm kömək etdi, həm də bu elmi yeni sahələr yaranmasına təsir göstərdi. Bu bizim oldu tədqiqat sualının cavabları. Gəlib bura təmizləyək və mövzuyla bağlı çalışmalar yerinə yetirək. Baxın, mövzuyla bağlı bizə 3 sənə çalışma verib. Burada 3 sənə sual verib və bu sualları cavablandıraq. Birinci sualda deyir ki, 18-ci əsrdə coğrafiya elmi inkişafında hansı əhəmiyyətli hadisələr olmuşdur? Yəni 18-ci əsr tapaq biz kitabda. Bax, 18-ci əsr baxın buradan başlayır. 17-18-ci əsrin ən mühüm coğrafi kəşflərindən Avrasiyanın şərq hissələrini, Amerikanın Sakit okean sahə öyrənməsi, sonra fransızların Sakit okeanda apardığı tədqiqatlar bura aid etmək olar. Sonra Semyon Dejnyovun Avrasiyanın ucqar şərq nöqtəsini hələ 17-ci əsr ortalarında çatmış və buranı fəth etmişdi. Baxın, bunun da 18-ci əsrə aid eləmək olar. Daha sonra bax, iki materik arasında olan Bering boğazı 18-ci əsrin əvvəllərində kəşf edilmişdi. Yəni kim tərəfindən kəşf edildi? Vitus Bering tərəfindən. Daha sonra Asiyadan Amerika sahillərinə Vitus Beringin başçılığı altında çatmaq mümkün olmuşdu. Bu oldu 18-ci əsrə aid nailiyyətlər, coğrafi nailiyyətlər. Daha sonra ikinci suala bax, coğrafi kəşflər dövründən sonra okeanlarda hansı kəşflər olmuşdu? Baxın, burada coğrafi kəşflər dövründə James Cook-un fəaliyyətini biz bura aid eləyə bilərik. Baxın, tapaq onu. Burada qeyd edək ki, baxın, elə ikinci sualımızın cavabı, baxın, budur. Məşhur dəniz səyyahı James Cook-un məlum olan cənub torpağını axtarmaq və xəritə köçürmək üçün 18-ci əsrin 60-70-ci illərində 3 dəfə dünya səyahət etmiş. O səyahət zamanı Sakit okeanın mərkəzi və qərb hissələrini
yerləşən adaları öyrənmiş, hava adalarını kəşf etmişdi. Yeni Zelandiyanın iki müstəqil adadan ibarət olmasını səyahətin əsas nəticələrindən biridir. Daha sonra biz burada baxın təbiətşünas Aleksandr Humboldtun fəaliyyətini deyə bilərik. O həmçinin Mərkəzi Amerika adalarını da öyrənmişdi. Bu da okean, bilirik ki, adalar okean ərazilərində yerləşir. Yəni biz okean fəaliyyətinə də aid etmək olar. Daha sonra 3-cü suala baxaq. 19 və 20-ci əsrlərdə dünya hansı ərazilərində ləkələr silinmişdi? Baxın, 19-cu əsr baxın buradan başlayır. Təbiətşünas Aleksandr Humboldtdan başlayır və mövzunun axırına qədər. Baxın, 1999-1804-cü il, gəlin tam dəqiq baxın, 20-ci əsrə qədər. Baxın, buradan başlayır, mövzunun axırına qədər davam edir. Dedik, hansı ağ ləkələr silindi? Baxın, Mərkəzi Amerika adaları öyrənmişdi. Daha sonra Amazon, Orinoco ovalıqlarını öyrənmişdi. Cotopaxi, Meksikada olan vulkanları öyrənilmişdi. Daha sonra baxaq, 19-cu əsrdə David Livingstone Afrikanın mərkəzi və şərq rayonlarını öyrənmişdi. İlk dəfə onlar Afrikanın qərb sahillərindən şərq sahillərinə qədər keçmişdi. O, Kongo, Zambezi çaylarının yuxarı axınlarını, Nyasa, Tanqanika göllərini, Viktoriya şəlaləsini kəşf etmişdi. Bu ərazilər dedik ki, 19-cu əsr 70-ci illərində Hindistan başsağlığı öyrənmişdi. Həmçinin Şimal qütbünü 1909-cu ildə Amerikalı Robert Peary, Cənub qütbünü isə 1911-ci ildə Norveçli Roald Amundsen tərəfindən və 1912-ci ildə İngilis Robert Stock tərəfindən gəlmişdi. Həmçinin Rusiyanın Drev stansiyasında biz bura misal çəkə bilərik. Yəni 1977-ci ildə atom buz quran gəmisi Şimal Buzlu okeana çatmışdı. Bu da bizim oldu 3-cü sualın cavabı. Burada bizə deyir ki, coğrafi şəkil ardıcılığını müəyyən edin. Gəlin müəyyən eləyək. Baxın, Asiya ucqar şərq nöqtəsi SMA döyüşünə tərəfindən fəth edilmişdi. Bu olacaq bizdə 17-ci əsr. 17-ci əsr. Sonra baxaq. Vitus Beringin başçılığı Asiyadan Amerika sahillərinin üzü keçmişdi. Bu olacaq bizdə 18-ci əsr. Daha sonra baxaq. Birinci gəldi 4. Gəlin burada qeyd edək 4. Sonra gələcək bizdə 2. Sonra baxaq, James Cook'un səyahəti zamanı Sakit Okeanın mərkəzi və qərb sahillərindəki adlar öyrənilmişdi. Baxın, burada qeyd olunur. Görək tarixini tapaq. Bax, deyir ki, 18-ci əsrin 60-70-ci illərində, yəni Beringdən sonra kəşf olundu. Olacaq bu bizdə nə 5. Dedi 18-ci əsrdə Bering Vitus Bering Asiyadan Amerika sahillərinə üzmüşdü. 18-ci əsr 60-70-ci illərində isə James Cook fəaliyyəti zamanı Sakit Okeanın mərkəzi və qərb sahilindəki adları öyrənmişdi. Daha sonra 3-ə baxaq. Aleksandr Humboldt Cənubi Amerika və Ant dağlarının Amazon çayını, Cotopaxi və Chimborazo vulkanlarını öyrənmişdi. Nə vaxt öyrənmişdi? 1799-1804-cü ildə. Yəni 5-dən sonra 3 gələcək. 4, 2, 5, 3. Daha sonra isə baxaq. Daha sonra isə Drev stansiyasının istifadə edərək Şimal Buzlu okeanı öyrənilmişdi. Drev stansiyası 20-ci əsrdə mühüm nailiyyətlərindən biri idi. Bu da axırda olacaq. 1. Baxın, bu məlumatımız da birin məlumatıdır. Kitabdan istifadə edərək bu məlumatları öz təsdiqini tapa bilərsiniz. Daha sonra alimlərlə bağlı uyğunluğu müəyyən edək. Bizə 3 dənə alim adı verib. David Livingstone, Aleksandr Humboldt və Vitus Bering ilə bağlı fəaliyyətlərini uyğunlaşdırmağımızı istəyir. Baxaq. Gəlin buradan yazaq 1. 1, 2, 3. Baxaq görə Livingstone'un fəaliyyətindən hansılar olmuşdu? Cənubi Amerika hündürlük qurşaqları öyrənilmişdi. Bu Aleksandr Humboldt aid olacaq. 2-yə A gedəcək. Avrasiyanın Amerikanın aerosu obyektini müəyyən etmişdi. Yəni Bering boğazı kəşf edilmişdi. Bu Vitus Bering aid olacaq. 3-ə B daha doğrusu. Sonra Kongo və Zambezi çaylarının yuxarı axınları öyrənmiş. Viktoriya şəlaləsini kəşf etmişdi. Bu da David Livingstone'a aid olacaq. 1-ə C. Sonra baxaq. Avrasiya Amerikaya gedən ekspedisiya rəhbərlik etmişdi. Bu Vitus Beringə aid olacaq. Yəni Bering boğazını keçərək Amerika qitəsinə çatmışdı. Bu olacaq bizdə baxaq. 3-ə D olacaq. B-dir.
və Amazon və Orinoco çaylarının mərkəzi Amerikada yerləşən adaların təbii şərhləri öyrənmişdir. 2-də bizdə Y olacaq. Bu Aleksandr Boltun fəaliyyətinə aid olacaq. Dərsimiz bu qədər. Video izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.